Videonu mən çəkirəm, gəlinim isə editləyəcək. Merhaba. Bugün istəyirəm bəzi etiraflar edəm gəlinim haqqında. Deyirlər bir söz var, gəlin ocağa gələr. Həqiqətən də bu belədir, maşallah, maşallah. Hər birinizin balanızı xoşbəxt eləsin. İzləyən hər kəsi. Arzusunda olan övladınızı evləndirmək istəyirsə, Allah onu yoxdan var etsin. Sizlere layık olmaya çalışacağım. Sağ olun, var olun. Diye insanı onun qarşısına çıxartsın. Oxşar cəhətimiz həddən artıq çoxdur. Selam sana imparator! Selam sana imparator! Yəni bu qədər mi deyirəm? Hərdən deyirəm Allah sənə qurban, bu qədər mi mənə oxşayır bu qız? Dünyanın ən xoşbəxt insanı sənsən, bilirsən. Bəlkə səhv deyirəm. Amma çatışmayan bir dənə cəhəti var. Ramazan! Of 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 of! Məsələn, qoy yaxşıları deyim. Bir dənə var o bu şey. Məsələn, işə gəldi, tez adaptasiya oldu. İnsanlarla mənim kimi tez ünsiyyətdə olur və nədirsə odur. Suyunu deyil də. Ben beləyəm. Ben bax belə şirinəm, safam, təmizəm, tez allananam. Ünsiyyətdə tez olur. Hər şeyi araşdırmağı sevir mənim kimi, oxumağı sevir. Düzdür, mən çox oxuyan deyiləm, yalan deməyim. Maşallah, rus dilisidir, ingilis dilidir, Çin dilidir, Alman dilidir, Fransız dilidir, mükəmməldir də maşallah olsun. 50.000 lira değerinde. Eğer buna doğru cevap verirsen 50. Təbii ki, oxuyub, buradan onun elə valideynlərə təşəkkür edirəm ki, belə gözəl, əsas xalasına. Xalası ona çox daha çox məncə dəstək olub oxumasında. Nəyə deyirdim? Yəni, hər şeyi gözəl gedir. Bir dənə çatışmayan cəhəti bilirsiniz nədir? Nişanlı vaxtda indi bizə gəlib. İnşallah ki, evlənəndə belirləməz. Gərək mən deyəm. Gülər, hə, dur bunu bellə. Gülər, hə, xala doğrudadır. Məsələn, Gülər, hə, qonağımız gəlib də götür önlər yığ stolun üstünə. Hə, hardadır? İyiyim ben iyiyim. Sağlamım. Sapasağlam ayaktayım. Deyirəm, necə hardadır? Harda olacaq? Evdə. Yəni, bax, istəyərəm ki, mən deməmiş onu edə. Mən deməmiş, demirəm, çay dəmləməyi istəmirəm ki, o çay dəmləsin. Yəni, ona elə əziyyətlər vermək istəmirəm də, onu özüm eləyərəm. Amma, yəni, gələndə deyə bilər ki, hə, bax, bunu buradadır, bu da buradadır. O da bilirəm ki, onun uşaqlığındandır. Həmişə oxumuş qızlar, uşaqlar ümumiyyətlə belə olurlar. Təbrik eləyirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram. Evdə onu buyurmurlar nəyəsə. Ona gəlmir ki, yəni, normal baxır da, hə, kimsə gərək mənə deyə, mən bunu eləyəm. Elə bir çox danışdım, ha, bu konuda. O yaxşılardan çox onu danışdım. Nəysə, bunu o tərəf eləyərsən. Davay ki, çayını içək də öldüm mən. Okey okey. Benim açımdan bütün parçalar yerine oturdu.